Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ramazan ayı boyunca siz əzizlərə Ayətullah Məkarim və Ayətullah Xamni və Ayətullah Sistani ağaların nəzərlərini çatdırırıq. Bu məsələlərdən də biri, yəni orucu batil edəcək məsələlərdən də biri qusmaq, qaytarmaq məsələsidir ki, alimlərimiz buyururlar, əgər bir şəxs oruc tutarsa, ixtiyar halında qusarsa, yəni qaytararsa, bu şəxsin orucu yəni batildir, orucu batil olacaq və Ramazan ayından sonra o günün orucunu yerinə yetirəcəkdir. Və bu şəxs əgər imkan daxilində, yəni qaytarmaması onun hər hansısa bir zərərinə səbəb olmayacaqsa və yaxud da onu məşəqqətə, çətinliyə salmayacaqsa, alimlərimiz buyururlar ki, bu şəxs gərəkdir özünü saxlasın. Amma bir şəxsin əgər qaytarmağa ehtiyacı ola və yaxud əgər qaytarmasa, qusmasa, ona zərər yetirər, yəni dərman xarakterli olsun. Məsələn, bir şəxs zəhərlənərsə, oruc halətində o zəhərlənməsinin qarşısını alması üçün qusması ona lazımdır. Alimlər buyururlar ki, hətta bu halda da əgər qaytararsa orucu batildir. O günün orucu batil olduğuna görə Ramazan ayından sonra bir gün qəzasını yerinə yetirəcəkdir. Və həmçinin bir şəxs əgər gəyirərsə, gəyirdiyi halda ağız boşluğuna mədəsindən su daxil olarsa və yaxud yemək daxil olarsa, yenə də buyururlar ki, onun udulması icazəli deyildir. Məgər ki, ixtiyarsız olaraq, yəni ixtiyarı olmadan o yenidən mədə boşluğuna, yəni boğaz boşluğuna daxil olarsa, bunun da oruca heç bir zərəri yoxdur. Və həmçinin bu məsələlərdən biri bəlğəmin, yəni sinənin və yaxud başda olan xıltın ağız boşluğuna daxil olması məsələsidir. Burada da alimlərimizin nəzərləri bu cürdür. Ayətullah Xamni və Ayətullah Məkarim Şirazi ağaların nəzərlərinə görə əgər bir şəxsin ağız boşluğunu mədənin, boğazın və yaxud sinənin və yaxud yəni başdan xılt daxil olarsa, onun udulması ehtiyata görə icazəli deyildir. Amma Ayətullah Sistaninin nəzərinə əsasən, əgər o xılt boğazdan yenidən boğaz boşluğuna daxil olarsa ağızdan, buyurur ki, yəni bunun oruca heç bir zərəri yoxdur. Esselamu aleykum və rəhmətullah.